Məni izləyən hər kəsi salamlayıram. Bugün evdə asanlıqla hazırlaya biləcəyiniz nuggets resepti paylaşacağım. Əvvəlcə 500 qram toyuq filesini gördüyünüz qayda ilə doğrayıram. İndi isə 1 stəkandan 1 barmaq az olmaqla un, ədəvalardan istiot, sarıkök, paprika, zövqünüzə uyğun digər dad verən ədviyyatlar da qata bilərsiniz. Duz, 2 diş sürtkəzdən keçirilmiş sarımsaq və ya sarımsaq tozu, 2 yumurta, 1 stəkan su da əlavə edib qarışdırıram. Alınmış kütlədə doğradığımız toyuğun döşətini yaxşıca qarışdırıb soyuducuda 2-3 saat saxladıqdan sonra bol duru yağda toyuq tikələrini una batırıb qızardırıq. Evdə özümüz hazırlayıb ləzzətlə yeyə biləcəyimiz nuggetlər öyrəşdiyimiz daddan heç də fərqlənmir. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma dəstək olaraq abunə olub yaxınlarınızla paylaşmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.